Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda çox ləzzətli, biskvitli, cemli rulet hazırladım. Çox asandır, yüngüldür. Ərzaqı çox olmayan, çox dadlı, ləzzətli ruletdir. Çox sadə ərzaqlardan baxaq görək bu ruleti necə hazırlayıram. Əvvəl un və kabartmanı qarışdırıram. Bax bu cürlə süzgəcin üstündə həm də artıq un ələnir və xeylaq hava ilə tərkibi zəngin olur. Bir qabın içinə yumurtanı əlavə edirəm, vanil əlavə edirəm və bir 5 dəqiqə İkisini bir yerdə çalıram. Yumurta yaxşı çalandan sonra bura şəkər əlavə olunur və tam ağarana qədər çalmağı davam edirəm. Bax, bu hala gələnə qədər. Əlimi saxlayıram. 3 xörək qaşığı qaynar su əlavə edirəm. Onu da onun üçün edirəm ki, cemli ruletimiz çox yumuşaq olsun və bir daha 5 dəqiqə çalıram. Baxın görün kütlə nə qədər artıb. Və ələnmiş unla kabartmanı aram-aram əlavə edirəm. Mütləq yumurta çırpanla qarışdırıram ki, çalınmış yumurta ilə şəkərin köpü yatmasın. Baxın görün nə qədər idisə həcmi azalmır. Mütləq yumurta çırpanla işinizi davam edin. Bu biskvitin əsas şərtidir. İşə başlamamışdan əvvəl artıq sobanı yandırmışdım. Soba 170 dərəcədədir və bizim rulet fansız 170 dərəcədə bişəcək. Çox asta, burada biraz sürəti artırmışam, amma əslində çox asta lazımdır ki, biskvit xəmirin köpü yatmasın. Listə yağlı kağız sərmişəm. Listimin ölçüsü 30-un 45-ədir. Ona görə də 5 yumurtadan istifadə eləmişəm. Təbii ki, əgər sizin listiniz balacadır, yumurtanın sayını azaltmaq lazımdır. Alınan biskvit xəmirini kağızın üstündə yaxşıca hamarlayıram. Bu ruletin özəlliyi nədir? Xüsusi yağlı şirniyyat xoşlamayan bəylər üçün, xanımlar üçün çox yüngüldür, yağı yoxdur və mən mütləq bu ruletdə marketdə satılan almalı pavidladan istifadə edirəm. Niyəsə bu pavidladan mənim daha çox xoşum gəlir. Bu cürlə hamarladım. Gördüyünüz kimi 1-2 dəfə bax belə masanın üstündə çırpıram və rulet gedir bişməyə. Düz 20 dəqiqəyə mənim sobamda 170 dərəcədə hazır oldu. Mən bu ruletimizi çıxardıram. Və kağızla birlikdə bax belə bunu vururam. Amma bu rulet cemlidir, heç ehtiyac da yoxdur. Bunu da məsləhət görərəm. Dərhal isti-isti cemdir, pavidladır, sürtürsüz və bükürsüz. Sadəcə olaraq sizin üçün fikir olsun deyə mən bunu sizə göstərdim. Və pavidlanı yaxıram bütün ruletin üstünə. Və yenə də vurğuladığım kimi bu ruleti xüsusi mən sırf bu pavidlı ilə xoşlayıram. Pavidlanı
yaxıb qurtardım və başlayıram bükməyə. Çox zərifdir, çox gözəldir. Hətta buradan da görsənir ki, biskvit çox yumuşaqdır, çox möhtəşəmdir və mən ruleti bükürəm. Çox biraz ehtiyatlı olmaq lazımdır. Mən düzdür boynuma alıram, biraz çox forma verdim deyənə 1-2 yerdə biskvit xudmani çatladı. Amma inanın ki, eləmək lazım deyil. Yəni mən həmişədən fikir vermişəm ki, əhəmiyyət vermişəm ki, rulet düppədüz olsun qatları. Artıq baxın görün, yapışıb bir-birinə çox və çox unikal bir rulet alındı. Hazırlayın, peşman olmarsınız. Həqiqətən hazırlamağı da asandır. Ərzaqı çox deyil. Baxın görün, çox möhtəşəm. Və mən şəkər kirşanı səpirəm ruletin üstünə, doğrayıram, servis edirəm. Mənim əzizlərim, videoya diqqətlə baxın. İnanıram ki, bəyənəcəksiniz. Hazırlayın, ailə üzvlərinizi sevindirin. İnanınız ki, çox dadlıdır. Sizə nuş olsun. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.